Ulu Öndər Heydər Əliyevin həyatını müəllimliyə sərf edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insandır kəlamı bu gün də ölkəmizin təhsil ocaqlarında fəaliyyət göstərən müəllimlər üçün əsas həyat prinsipinə çevrilib. Bu ənənələrə sadiq qalan təhsil ocaqlarından biri də Biləsuvar rayon Xırmandalı kənd Ceyhun Məmmədov adına bir nömrəli tam orta məktəbdir. Məktəbin müəllim kollektivi hər zaman şagirdlərinin savadlı, vətənpərvər və cəmiyyətə faydalı fərdlər kimi formalaşması üçün əzmlə çalışır. Məhz bu fədakar əməyin nəticəsidir ki, məktəbin şagirdləri hər il yüksək nəticələr göstərərək müxtəlif ali təhsil müəssisələrinə qəbul olunurlar. Bu tədris ilində də məktəbin 45 məzunu tələbə adını qazanıb. Məktəbimiz qədim ənənələri olan məktəbdir. Bu gün də həmin ənənələr davam edir. 2024-2025-ci tədris ilində məktəbimizin bitirən 11-ci sinif şagirdlərindən 45 nəfəri, yəni 50%-dən çoxu ali məktəblərə qəbul olmuşdur. Bununla yanaşı artıq hər il bizim məktəbdən 25-30 şagirdimiz lisey və gimnaziyalara qəbul olur aşağı siniflərdən. Məktəbi ötən tədris ilində fərqlənmə attestatı ilə 2 nəfər bitirib və uğurlarımız davam edir. Qeyd edək ki, məktəbdə şagirdlərin təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılıb. Biləsuvar rayon təhsilində özünə məxsus yeri olan bu məktəb bu gün də bilik, zəhmət və fədakarlıq prinsiplərinə sadiq qalaraq gələcəyin savadlı və vətənpərvər gənclərinin yetişdirilməsində mühüm rol oynayır. Elvin Qudrətov, Səmil Quliyev, Həcər Həsənova bu gün informasiya proqramı üçün.